Salam aleykum. Bir nəfər yazıb ki, salam, məndə boğazımda allergik öskürək olur, qıcıq olur. Bunun üçün nə etməliyəm? Bu sual mənə çox gəlir. Demək, kimdə bax, diqqətlə qulaq assın. Allergik öskürək varsa, quru öskürək, sonra yəni hər dəqiqə insan öskürür də, bezir. Özü şiddətli olur ya o qıcıq öskürək. Elə verir ki insana. Mənim yoldaşımda da olub o şey. Həkimlər qalmadı, gəzdi. Nə qədər siroplar yazdılar, apteklərdən nə qədər əlavə şeylər aldıq. Kömək etmədi ki, etmədi. Amma bu qarışım heç 3-4 gün çəkmədi ki, illərin allergik öskürəyi getdi. Kimdə varsa eləsin bunu inşallah. Götürürsünüz, bax, süd. Yarım stəkan süd götürürsünüz. Təbii ki, bu kənd süd olmalıdır. Kənd heyvanının südü. Südün üzərinə də su əlavə edirsiniz dolana qədər. Sonra bunu bir çaynikə tökürsünüz. Ora bir çay qaşığı biyan kökü, baxın, biyanın kökləridir. Bir çay qaşığı ud hindi tozu. Tökürsünüz, 2-3 dəqiqədə qaynadırsınız və söndürürsünüz. Soyuyanda bunu süzürsünüz. İçilməli məqama gəlib çıxanda, yəni soyuyanda bir çay qaşığı da bal qatırsınız, içirsiniz. Siz bunu inşallah səhər axşam eləyin. Yox, əgər imkanınız yoxdursa gün ərzində bir dəfə eləyin. Siz bunu inşallah 2-3 gün eləməklə, yəni bir həftə eləsəz daha gözəl olar. Eləyin. İllərin o sizdə olan allergik öskürəyi gedəcək. Vallahi siz özünüz bunu görəcəksiniz. Yəni hamı bilir ki, mən sınaqdan keçmiş şeyləri paylaşıram. Mən elə belə şeylər paylaşmıram. Allah bütün xəstələrə şəfa versin, bizlər də onun içində. Amin.